Ha, Bu ev hediye verilir. doğrudan. İnan ki Öyrənirsən da müftə hədiyyələrə. satılan ev. Dostlar, torpağının dəyərindən, valla, billah, nənəmin cəddi haqqı, torpağının dəyərindən sahilə Ucuz qiymətə satılan ev. satılır. Bax, bu gördüyünüz möhtəşəm villa torpağının dəyərindən ucuz qiymətə satılır. Ərazi hardadır? Mərdəkan körpüsünə yaxın. Üzü Buzovnadan Mərdəkana gedəndə sağ tərəf yoldan əsas Sibirizə, Buzovnaya, Bilgəyə gedən o Mərdəkandan ki yol var. O yolla aramız 100 metr məsafə, 150 metr. Üçüncü ev, dördüncü, Dördüncü, üçüncü ev. beşinci dostlar, təsəvvür eləyin ki 18 sotun içindədir. Öz də sahibi neyniyib? Açarlarına qədər bizə verib ki, qardaş, satanı sizsiz. Satın, mənim pulumu verin. Hamısı bizdədir. Yəni, kimə maraqlı olsa gəlsin, bizlə əlaqə yaratsın. Bu möhtəşəm evə sahib olsun. Sahilə bir halda ki, 18 sotun içindədir. Torpağının dəyərindən ucuz qiymətə satılır. Очень красивая. Hər tərəfi kolon, monolit, beton. Həyətdə belə bisetkası, bax dostlar, bisetkası, manqalxanası, bu qapıdan gəldin, burada maşın salmağa yeri. Əgər pul qazanmaq istəyirsənsə, buradan da bir dənə ev tik, buradan bir dənə də ev tik, biraz sotunu azalt və ya 2 sotunu sat, o ev sənə nə olsun? Həqiqətən cənnətdir. Bu nədir? Bu nədir Həyat buradadır, tapmısan? vallahi, həyat buradadır. Ev belə olar. Tək elə- Möhtəşəm bir ev. Bəli, tək elə ağlayına bir 200-300 min pul xərclənib, dostlar. Daha möhtəşəm. Bütün Buzovna ayağının altında. Bir dənə çıxaq, 3-cü mərtəbəni də vuraq. Bax, belə bağ bağçası var. 18 sotun içindədir. Sənət nədir? Kubca, xüsusi mülkiyyət, yaşayış təyinatdır. Dostlar, evin kotelni sistemi hamısı yığılıb bura. Burada bir dənə istilik sistemi yığılıb ki, bir restoranın istilik sistemi Bəli, sanki, bəli. kotellər, Ayrıcadır. Kotel. isitmələr, hamısı hazır bir vəziyyətdə. Ev, bir dənə evin nəyi qalı və boyu. Ən böyük özəlliyi evin nədir? Heç bir qonşu tərəfdən evin görsənmir. Bax, rahat. Ondan əlavə. Burada da gəl bura. İçəridə hovuzu var. Dostlar, ikinci mərtəbə bu pilləkanlardan da çıxa bilərsən, ara yerdən də. Burada belə Bu nədir ay Ruslan? hovuzumuz var. Bayıldım. Sonra hamam, tualetlər ayrı-ayrı. Rus banyosu. Burada Rus Ora banyomuz var. nə deyirlər? Rus banyo. Pilləkanlar buradan qalxır. Rus banyosu. Rus banyosu. Maşın. Bura salmaq üçün yerimiz var. Burası bizim ikinci Bu nədir, mərtəbəmizdir. ay Ruslan? Bu nədir? Bu sıfırlanmış, Təkrar eləyirəm ki, sıfırlanmış. Malyardan çıxmış bir evdir. Saraydı, saray. Saraydır. Laminatları hamısı ən bahalıdır. Hamısı təzədir. Bu taxta laminatdır ha. Bahalı biləsən. laminatdır. Dostlar, burada belə qonaq otağıdır. O belə geniş qonaq otağıdır. Yaşayış yoxdur, onun nəzərə Görəsən alın. nə qədər vaxt işləsən bunu ala bilər. İnşallah. Əl sahlə, hamısı bunun əl işləridir, ha, təbiidir. Həqiqətən, həqiqətən. Bura neçənci mərtəbə oldu? 3-cü mərtəbə. Hələ dənizi göstərəcəm sənə, gəl. Doğrudan görünür. Valla, dəniz ayağının altında, bütün Buzovna Görəm ayağının 99 il işləsən bunu ala bilərəm. 100%. 100%. Buradan hər tərəfdən dəniz görünür. Bir dənə bax, bu nümunə var. Bir dənə deyərlər ki, yalan deyir. Dayaz millət o qədər anladıqlar bizdən uzaq. Dostlar, bax, bir dənə baxırsınız. Hava bulutludur, Bax, prosto görünmür. hava bulutludur, dəniz. Hər tərəf ayağının altında. Bu da bizim mansarımız. Geniş mansar. Mansarda əlavə ehtiyac yox deyə uzanır bax. Köməkçi otaqlarımız var. Burada çıxırsan bütün Buzovna. Türklər demişkən manzaraya gəl. Bütün mənzərə buradadır. Manzaraya Daha doğrusu gəl. hər tərəf sanki nədir? Ayağının altındadır. Qiymət olaraq Möhtəşəm. 570 bin manat dostlar, son qiymət. son qiymətdir. Kimə maraqlı olsa 057 0047 tələsin, möhtəşəm bir dostlar, həqiqətən möhtəşəm. Hayır ki, bu günlər belə hamısı gəlmiş. Görürsünüzlər, bax dəniz sanki nədir? Ayağımın altında. Bütün Buzovna ayağımın altında.
Sənət Uçaq, xüsusi mülkiyyət, kimə maraqlı olsa 057 156 00 47. Bir dənə xahişimiz nədir? Takib atıb, rəy yazın.